Dostlar salam. İnternetdə bir məqalə çıxdı qarşıma ki, hər hansı bir plastik əməliyyat olunub, yenə fəsadlar olub. Dostlar, siz əməliyyata gedəndə, ümumiyyətlə xüsusən də plastik əməliyyatlara gedəndə bir həkiminizə sual verirsinizmi ki, doktor, hansı fəsadlar ola bilər? Hər əməliyyatdan sonra fəsadlar ola bilər. Ona görə həkiminizə sual verin ki, hansı fəsadlar ola bilər? Ola bilər ayrı məsələdir, olacaq başqa məsələdir. Ola bilər bu statistika götürülür. Adi apendisitdə 0,5% ölümdür. 200 xəstədən birində. Əməliyyatlardan sonra tromboemboliya ola bilər, pi emboliyası ola bilər, yırtıqlar yarana bilər, yara irinləyə bilər və digər fəsadlar. Bunlar ola bilər. Bunu həkiminizdən soruşun və həkim əgər pasiyentin özünə də yox, ən azından xəstənin yaxınlarına izah eləməlidir ki, bu fəsadlar ola bilər. Təbii ki, heç bir həkim istəməz ki, fəsadlar olsun. Amma yenə də bu tibbdir, bu elmdir. Bütün ədəbiyyatlar yazır ki, hər əməliyyatdan sonra hansı fəsadlar ola bilər. Bu sualı həkiminizə verin. Əgər həkiminiz sizə desə ki, yox, heç bir fəsad ola bilməz, onda qaçın o klinikadan. Çünki hər hansı bir əməliyyatdan sonra fəsad ola bilər. Adi diş çəkdirmədən də sonra fəsad ola bilər. Yenə də qərar sizindir. Təbii ki, mən məsləhət verirəm. Videonu paylaşın, müsbət işarəsini sıxın ekranda. Sağlam olun, çox sağ olun, minnətdaram.